Hava limanında növbətçi işi var yoldaşlar. Hava limanında növbətçi işi var. Bu hardadır? Bu Heydər Əliyev adına beynəlxalq hava limanındadır. Əmək 900 manatdır. 2 növbəlidir. Səhər saat 8-dən axşam 8-ə, bir də axşam 8-dən səhər 8-ə qədər iş yerinə getməniz üçün nəqliyyat ilə təmin olunursunuz. 20-35 yaşlı şəxs olmalısınız. Rus və ingilis dillərini orta danışıq səviyyəsində bilməlisiniz. Qadın olmalısınız. Və təbii olaraq az öncə bildirdiyim kimi 2 növbəlidir. Yəni gecə növbəsində də işləyə bilməlisiniz. Və onu da əlavə elədim ki, bayaqları nəqliyyat ilə təmin oluna bilirsiniz. Yəni belə deyək də servis maşınları ola bilər. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə, digər növbətçi, mühafizəçi işlərindən də tanış olmaq istəyirsinizsə, bu arada fürsətdən istifadə edeyim ki, rayonlarda da möhtəşəm mühafizə işləri var. Hətta mühafizə rəisi işləri var çoxlu sayda. Bir təxminən 7-8 dənə rayonda və adi gözətçidən tutmuş mühafizə rəisi, növbə rəisi işinə qədər var. Həmçinin Bakının özündə də var. Bu tipli işlərlə tanış olmaq istəyirsə və yaxud da fərqli sahədə işlərlə tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə və onunla bağlı və az öncə dediyim işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsilə yaza bilərsiniz. Əlaqə vasitəsi də profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun. Daxil olduqdan sonra profildə əlaqə vasitəsini görə bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.